Silver Liqasında bugün olan günün son qarşılaşması Black Eagles komandası ilə Gənclik komandası arasında başlayır. İlk öncə heyətləri sizlərlə tanış edeyim. Black Eagles komandasında qapıda Akşin, ondan sonra Daşdəmir, Rəvan, Ömran, Anar, Zor, Məhəmməd Təhmin. Gənclik komandasında qapıda Mehdi, ondan sonra da Talih, Zamin, Zülfüqar, Kamran, Vüqar, Ülvi. Hər iki komandaya görüşdə uğurlar. İndi Akşin qapıdan zərbəni yerinə yetirdi Ömran. Real doğru ötürməsini edir. Kömələ ona. Talih qarşıladı. Rəsul ötürməsini verdi. Gənclik komandasında top hələ ki. Zülfüqar. Ən geriyə Rəsul. Daş, bratelini aldı. İndi Zülfüqarın zərbəsi və gol! Sonra da Talih topa toxunan tərəf olur. Görüşdə hesab açılır. Gənclik komandası görüşdə hesab açan tərəf olur. İndi Rəvan ötürməsini verdi. Qapı dirəyi. Ömranın zərbəsi. İstədiyi kimi alınmadı. Ülvi ötürməsi keçmir. Hələ də top onun özündədir. Sağ cinahda komanda yoldaşını yaxşı görür. Qapıya zərbə. Qarşını kəsdilər. Talih öz yanına çəkdi. Daşdəmir ötürməsini verdi çətin mövqeydə. O qaqaşın adı nədir? O yaşıl. Mənə bax, sadə deyim. O saqqallı qaqaş. Vüqar odur. O birisi və son yanındakı sol. Ülvi mərkəzdə. Zaminə. Ülvi. İtirdilər topu Anar. Zülfüqar oyunçu burada. İndi Talih ayaq qoyur son anda. Ömran. Hərəkətliyi qazandırdı. Rəva. Bir orta gəzir. Black Eagles komandasında. Hələ ki fərqlənmə olmuyor. İndi itirdilər topu. Ana. Akşin topu yan xəttə yolladı. Zülfüqar ötürməsi Vüqar. Ən geriyə. Ülvidir o. Ülvinin ötürməsi Talih baş ötürmə. İndi o vuran adamın adı nədir? Bir də o Qaraqaş. Başını ötürmə. Ülvi saxladı. Rəsul ötürmə mərkəzə. Sol cinahda Zamin itirdi topu Ömran. Qapısını da keçdi və gol! Görüşdə hesab bərabərləşir. Ömran hesaba bərabərliyi gətirən qola imza çəkdi. İndi Ömran çəkdi soluna. Qapıya zərbə və gol! Görüşdə hesab 2-1 olur. Kadr tam görsənməsə də Ömran topu torlara yolladı. Rəvandan top sonunda. Meydandadır bildirir hakim. Möhtəşəm alınır Məmməd. Öz irəliyir. Qapıya da zərbə indirdi. Rəsul imkan vermədi. Yan xəttdən başlayacaq. Məmməd. Ötürmə mərkəzə. Anar. Ömran. Qapı qaçdı ötürmə və gol! Məmməd. Hesab 3-1 olur. Black Eagles komandası 3. Gənclik komandası 1. Elmi ötürməsini verdi. Məmməd sonra da ayaq qoyur topa. Anar. Ötürmənin qarşısını kəsir. Daşdəmir ötürməsini verir Anar. Ötürmə möhtəşəm alınmışdı, amma bir-birlərini başa düşmədilər. Talihi görürük biz. Ötürməsi ünvansız alındı Daşdəmir. Qapısı. İmkan vermədi top meydanda da hələ də. Ülvi. Cinah dəyişmək olar, elə deyil Vüqar. Ötürmə keçmədi Məmməddən. Az öncəki 3-cü qolun müəllifi.
Ülvi. Vüqar. Özü irəliyir. Ötürməsi verdi mərkəzə. Zamin. Talihçi atmadı topa. İndi Zamin və gol! Talih! Ara baxdıqdan sonra hakim qərarını dəyişmir və hesab 3-2 olur. Talih hər iki qolun müəllifidir. İndi Anar. Hətta başlamalıdılar. Blaki qız komandası Omranı düşündü Talih. İmkan vermir hələ ki. Hava toplarını keçməyinə. Məmməd. Ötürmək keçmədi. Omran qapıya zərbə. Rəsul yaxın küncü yaxşı bağladı. İndi yan qapıyla top meydanı tərk etdiyi üçün küncdən zərbə. Ötürməsi verdi Məmməd. Qapıya zərbə. Talih. Bu dəfə də imkan vermədi. Daşdəmir. Omran. Rəvan. Omran çevrildi. Ötürməsi başla zərbə Rəvandan. Əli qırılmış hücum. Qolu gətirmədi bu dəfə. Vüqar. Zülfiqar atdı qaçdı gedir. Zamin. Qapı qaçdı ötürmə. Qapıya zərbə Zülfiqardan. Hara vursan Zülfiqar. Orada. Rəvan. Zamin oyuncuya bak. Zamin. Verdi Məmməd. Ayaqla bir ötürmələr izləyir. Omran. Alt yaşlılar. Oyun qaldığı yerdən davam edir. Vüqar ötürməsini verdi Ülvi. Topu qəbulda səhvə yol vermədi. Biraz doğru ötürmə, Lalnur ötürmə. Vüqar var topla. Qapıya zərbə. Top 9-luğun dirəyindən meydanı tərk edir. Daşdəmir. Top hərəkətliyi qazandırmalıdır. İrəli doğru ötürmə. Ulan çıxanda sən arxaya da çölə. Daşdəmir qəbul edə bilmədi topu. İndi Ülvi. Vüqar. Sən haradasan? Bu qışı problem. Həmişə aymadım. Zamin, Ülvi. Bir qədər geriyə Vüqar. Omran qarşısını kəsmişdi. Sona qədər mübarizə izlədik biz Zülfiqardan. İndi Talih. Hər iki qolun müəllifi. Ötürməsini Solcuna. Talih. Özü irəliyir. Yeniden Zülfiqar. Topu qəbul edə bilmədi yaxşı. Top onun gerisinə düşmüşdü. İndi Anar. Rəvan. Qapısı ilə oynadılar Akşin. Mərkəzə Omran. Əla bir paslaşma. İndi Anar. Zamin gəl kömək elədi. Zamin necə qalmışdı orada. Daşdəmir. Rəvan. Yeniden Daşdəmir. Çəkdi sağına. Qapıya da zərbə. Rəsul. Çətinlik çəkmədi. Topu qəbulunda. Zülfiqar. Ötürməsi mərkəzi Zülfiqar. Hələ ki topa sahibdir. Topun izindən, qapıqatindən meydanı tərk edir. Akşin, pressingi var. Rəvan, çatdı topa. Uzaqlaşdırır Məmməd. Talih qarşısını kəsir. Özü irəli Talih. Rəqibi qarşısını kəsən tərəf oldu. İndi Anar. Omran. Anar. Boşluq qapı qarşısı. Ötürməsi keçmədi Talihdən. Müdafiəni sırf demək olar ki, o bağlayıb. İndi zərbə indirmək olmalı. Daimot bitir, oyun qaldığı yerdən davam edir. Məmməd. Ötürməsi verdi Omran. Qapı ölçmüşdü. İkinciden zərbə. Qapı qarşısını ötürmə. Məmməd saxladı sinəsi ilə. İtirdi topu Ülvi.
Rəva blok qoyur topa. Əks hücum ola bilər. Rəva. Anad. Umran. Anad. Ötürməsi. Möhtəşəm alınmışdı Talih. Oxuyur ötürməni öncə də. Yan xətdən Blok Eagles komandası başlayacaq. Məmməd. Ötürmə keçmədi Talihdən. Rəqibə qənim kəsilib. Çıkmasın baka. Ayala düş. Talih. Möhtəşəm bir ötürmə Ülvi. Daşdəmir. İmkan vermir hücumun qurulmasına. Məmməd. Boş zonada Anar var. Qapını düşündü. Yaxın küncü yaxşı bağlayır. Qapıcı indi. Tirdə topu. Daşdəmir. Rəsul. Keçilir qapısında. Daşdəmir. Rəva. Geriyə çəkilib. Daşdəmir. Zamini. Pressing var ötürmə qapı qarşısına. Qarşıladı Vüqar. Zamin. Sol səfər alıyır. Ötürməsi verdi Vüqar. Qapıya zərbə. Sona qədər mübarizə. Anardan. Qarşısına ötürmə. Daşdəmir imkan vermədi. İndi Anar. Omran var. Hələ ki. Amma sılamışdı. Ötürməsi verdi. İndi Omran. Qapıya zərbə Rəsul. Topu çiyni ilə saxladı. Mühafizə eləməyi bacardı qapısını. İndi Rəvan. Qapıya zərbə. Rəsul aldanmadı. Omran qapısını alatmağa çalışsa da Rəsul aldanmır. İndi Vüqar. Qapıya zərbə. Akşi. Bu seyvlər. Hər iki komandanın qapısından gəlir. Zülfiqar. Gecikdilər. Ülvi. Qarşısına Anar kəsir. Time-out bitir, oyun qaldığı yerdən davam edir indi. Zaminin zərbəsi və gol! Time-outdan dərhal sonra Gənclik komandası qapıya yol tapır. Hesab bərabərləşir. Gənclik komandası 3. Blok Eagles komandası 3-cü Rəvan. Omra. Ən geriyə qapısı ilə oynadılar Akşin. Omra. Akşin. Biraz doğru ötürmə. Talih qarşıladı. Vüqar ötürmə mərkəzə Ülvi. Top səmtini dəyişdi. Dirək tuş gəldi. Topun trajektoriyasında top şöyle çıxmalıydı, lakin olmadı indi. Kamran və gol! Oyuna daxil olan kimi fərqlənir. Əla bir geri dönüş Gənclik komandasından indi Blok Eagles komandası da rəqibi susturmaq bacaracaqlarmı? Az sonra biz onu biləcəyik də. Omran ötürməsin Rəva. Sıyrılmağa çalışır ötürmə. Qapıya zərbə. Məmməddən. Küncdən zərbə. Omran topun arxasındadır. Qapı qarşısına ötürmə. Qarşıladılar Talih. Rəva. Ana. Omran. Gördü Rəvanı və qapçı imkan vermir. Ardıcılacaqlar. İki qapçı imkan vermədi. Ülvi və gol. Anar çatmadı topa. Hesab 5-3 olur. Blok
Black Eagles komandası hesabda geriyə düşür. Yaxın Akşin. Məhməd. Qayda pozuntusu qeydə alır hakim ona qarşı. Zamin isti götür, soğuk götürme. Məhməd ötürməsini verdi Omran. Yenidən Məhməd. İstədiklərini yerinə yetirə bilmədilər. Yaxşı görür Ülvini. Ülvi çatdı topa. Qapı qarşısına ötürmə olacaqmı? İndi Zülfiqar. Ötürməsi keçmədi. Çilçinə bir mübarizə. Daşdəmir. Qapı qarşısına ötürmə. Məhməd çevrildi. Qapıya zərbə üçün gecikdi və ayağa oyun. İndi topun arxasında Məhməd var, ötürməsini verdi və gol! Omran! Arasındakı fərq bir qədər azalır. Gənclik komandası Talih. İmkan vermədi, sözümü bitirim, qapını yoxladı və qapı dirəyinə tuş gəlir. Çox təhlükəli bir zərbə. İndi Anar çıxdı 2 nəfərin adəsindən. Omran həqiqətən də oyunu izləmək çox əzvir adama. İndi Daşdəmir. Geriyə Akşin. İrəli doğru ötürmə. Heç kim yox idi o zonada. Məhməd qaçsa. Bəlkə də çıxa bilərdi. Topun sürəti zəif alınmışdı. Ülvi. O zonada heç kim yox idi. Komanda yoldaşlarına qapıdan zərbə olacaq. Daşdəmir. Məhməd. Sol silah boşdur. Zirəlir. Vüqarda çatıb. Zərbə. Rəsul keçid vermədi. Bütün toplar demək olar ki, Rəsulun üzərinə tuş gəlir. Künclərə zərbə edirə bilmirlər. Black Eagles komandasının oyuncuları. Allah hərəkətlər izlədi Omran. Az qalsın Zülfiqar. Topu torlarına yollayacaqdı. Küncdən zərbə olacaq oyunun. İki səsin yekunlaşmasına. İndi Daşdəmir. Hakim iki hissəni bitirir. Komandalar fasilə yollanır. İkinci hissə saf götürdü. Hesab 5-4'dür Black Eagles komandası 4. Gənclik komandası 5. Rəsul. Apar Ülvi, apar. İndi Ülvi qapını yoxladı. Akşin topu izlədi. Sadəcə reaksiya belə verməyə imkan tapmadı. Doğru ötürmə. Vüqar. Qayıtdı. Topu qapı xəttindən çıxarır. Daşdəmir. Ötürməsi qarşısında Talih kəsir. Ülvi. Talih. İndi Zülfiqar. Talih yaxşı gördü. Zərbə indirməyə macal tapmadılar. İndi qapıdan zərbə yerinə yetiriləcək. Topun arxasında Akşin var. Daşdəmir. Biraz doğru ötürmə. Məhməd. Talihin presini fayda verir. Oyna da üstüne, Talih oyna. İndi Ana. Omran. İmkan verdilər. Çəkilməsinə. Top torları yandan silkələmişdi. Vüqar. Biraz doğru ötürmə. Zülfiqar çatır topa. Qapıya zərbə. Top qapının üzərinə meydan tərk elədi. İndi Anar. Omran. Özü irəliyir. Ötürməsi keçmədi. Əks hücum yarana bilər. Bir ötürmə Vüqar. Çox vaxtında müdaxilə gəlir Daşdəmirdən. İndi yağ xətdən. Top hərəkətliyi qazandırdılar Vüqar. Özü irəli. Qapıya zərbə. Daşdəmir. Qaçdı kəsdi. Əlli oyun yox idi. Açıq aşkar yox idi. İndi Məhməd topladı. Çəkdi sağına. Məhməd. Ana. Məhməd qapıya zərbə indirməyə imkan vermirlər. Ülvi. Qarşısından kəsir. Hələ ki top ondadır. Rəqibə ait hissədədir artıq.
Zülfiqar. Girdilər topu. İndi topun arkasında Anar var. Yan xətdən. O başlamalıdır. Zaura bıraxdı topu. Məmməd. Götürmə mərkəzə. Anar. Daşdəmir. Götürmə keçmir. İndi əks hücum yarana bilər. Qayda pozuntusu qeydə alır. Hakim dərhal başladılar. Vüqar. Götürmə keçmədi. Zülfiqarı düşünmək olardı. Yaxşı açılmışdı o zonaya. Zaur oyuna yeni daxil olub. Daşdəmiri düşündü. Ülvi. Götürməni öncədən oxuyur və qarşısını kəsir. Kamran itirdi topu. Daşdəmir çətin bir mövqedən zərbə indirdi. İndi Məmməd və qol olmadı və qol. Omran. Hesab 5-5 olur. Sadəddin əsəbləşib oyuncularına. Burada onun ekrana yansıyan görüntüləri. Zaur xətdən başladı. Anar. Qapısını oynadı Akşin. Daşdəmir uzaqlaşdırdı topu. Top rəqib qapıçıya qədər gəlib çatdı. Vüqar. Ötürməsi verdi Talih. Topladı. Ötürməsi Kamral. Yenidən Talih zərbə indirmək olar. Talih. Hesab 6-5 olur. Talih özünün 3-cü qolunu komandasının 6-cı qolunu kollara yolladı. Etdirik imzası atır. İndi Omran. Qapıdan zərbə. Vüqar. Sen o kişinin o golü vurdun. Sen çarpıyorsun yok mu? Onu vurdun. Ötürmə. Daşdəmir qarşıladı. İndi Məmməd. Topa sahibdir hələ ki. Daşdəmir var solunda. Qapı qarşısına ötürmə. Qapıcı Rəsul. Bu dəfə də imkan vermir ötürməyə keçməyinə. İndi Ülvi irəliyir ötürməsi möhtəşəm alındı. Zamin. Sinci ilə mübarizədə qalib ayrılan tərəf Daşdəmir oldu. Omran. Zaur. Omral. Girməsi mərkəzə Məmməd. Çevrildi. Vüqar. İmkan verməli topuna qalsın. İndi Ülvi çəkdi sağına. Zamin var. Özü irəliyir. Qapıya zərbə. Akşin imkan vermədi Omran. Uzaqlaşdırmaq lazımdır. Talih. Ötürmənin qarşısını kəsdi. Vüqar. Özü irəliyir. Qapı qarşısını ötürmə. Küncdən zərbə. Top son anda qapı xəttindən. Daşdəmirdə meydan tərk etmişdi. Zaminin zərbəsi. Dirək tuş gəldi. Qapısının toxunuşu nəticəsində. İndi əks hücum yaransa da rəqib mövqeyinə çəkilib. Anar. Omran. Məmməd var boş zonada. Solda qapıya zərbə. Çox da baxımlı alınmadı. Vüqar. Vüqar. Talih. Ötürməsi verdi. Qapıya zərbə və qol. Daşdəmir. Hesab 7-5 olur. Gənclik komandası hesabda. Bir qədər də önə keçirlər. Artıq üstünlüyü açıq-aşkar yaratmağa çalışacaqlar. Omran. Rəsul mövqeyini vaxtında tərk etdi və hücumu qarşısını aldı. İndi Vüqar çəkdi soluna. Ötürmə keçmədi Daşdəmirdən. Ülvi. Qapıcı Akşin imkan vermir. Anar. Düşünmüşdü Daşdəmir. Özü irəliyir ötürməsi verdi Omran. Çatacaq mı? Çatmadı topa.
Ülvifikiye bak. Doğru ötürmə. Eyvallah Sultan. Rəfətlər. Ortaya gir. Meydanı tərk edir. Elvi. Özün bu. Talih. Çıkma. Lazım desin. Özün kalmasın. Qapı qarşısına ötürmə. Gelin pasa. Vüqar. Qarşısına mərkəzi çəkdi sağına. Hələ ki topa sahibdir. Ülvi. Koy gelsin. Kamraca pasta. Talih. Talih. Çıkar. Çıxır. Təhlükəli zonadan. İndi Kamran. Zamir. Qapıya zərbə. Akşin imkan vermədi. Zor uzaqlaşdırdı. Top Məhməddə qalır. Tek hücum şansı. Məhməd. Kapırsan. Çekil aşağıda kalır kalır. Kamran kal aşağıda. Vüqar. Ötürməsi mərkəzə Ülvi. Məhsuldar ötürməklə yadda qalır. Görüşdə. Həm də bir top aktivinə yazdırıb. Özü irəliyir. Topu özündən çoxuna buraxdı. İndi Məhməd rəqib azlıqdadır. Qapıya zərbə. Heç olmaz kimiz kaldı. O da sen bakın kalsın. Kalmasın. Gel oraya gel oraya. Geç çömeyle dur kulağım oldu geç çömeyle. Hiç səsləndi. Daşdəmir. Ülvi. Ötürməsi ünvansız alınır. Müveynə çatmadı. Daşdəmir. Omra və gol! Lapsını məyus edir bu dəfədə. Hesab 7-6 olur. Omran paket. Eləyir görüşdə. Dördüncü topu. Dördüncü dəfə. Qapısını məyus elədi. Omran. Arkada bak arkadaş. Talih sen uzun. Ağzını orada söyle. Yakşı Talih. Ağzını ki kendine bak. Ülvi qapını düşünmüşdü. Omra. Özündən. Özü işlem yok. Sen necə deyəcəksən? Akşin. Biraz doğru ötürmə. Qapısının əlləri arasında qalır. Rasul. Zülfikar Sevi. Zülfikar. Oyna. Merhaba. Mərkəzli düşündü Omran. Kamra. Qayda pozulur. Orta sende. Hakim canlı sədi qurur. Talih. Arkasında Omran var. Pizza səndə Omran. Omran. Möhtəşəm bir zərbəsini yerinə yetirdi. Omran 5-ci dəfə qapısını məyus elədi. Bu dəfə də zərbəsindən hədəfi düz gözündən vurur. Kobudluq qeydə aldı hakim Vüqara qarşı. Rəvan Kobud oynamışdı bildirir. Qapı qarşıda ötürmə və gol! Zülfikar. Hesab 8-7 olur. Vüqar yaxatan Ülvi'ni düşündü Ülvi. Vüqar. Ötürməsi əl alınır Ülvi. Top onun gerisindədir. Qapı qarşısına ötürmə. Edə bilmədi. Küzdən zərbə yerinə yetirilir. İndi Zülfikar və topu tora yola sala bilmədi. Daşdəmir özü irəliyir. İtirdi topu. İndi Vüqar. Zaur.
qayda pozulur ona qarşı. Zamin qaydanı pozur. Zamin gel yerdə. Orta Zülfikar. Qapçı. Kırma. Getirmeye karşı kəsdi Omran. Aktivində 6 topu var. İndi Ülfi Çinçinə bir mübarizə izlədi. Zülfikar ötürməsi verdi. Zaminin zərbəsi. Ne kadar Zaur. Atan Zülfikar apa. Ülfi ötürməsini verdi. Zülfikar top xətti keçmədi. İndi Tali Sön get Zülfikar. Sön get. Sonra Ülvi cinağı dəyişir. Ülvilərini başa düşmədi komanda yoldaşı ilə. Məhməd. Canla hara girsən olan Omran qapçı. Yaxşı uzandı topa. Aktivində. İndi deyək ki, 6 qol var. Qapı qarşısına ötürmək. Rəsulun əlləri arasında qalır. Müqar. Sozunala sürətlidir. Mərkəzə çəkilir bir qədər. İlvi özü irəlir, qapıya zərbə. Qüvvətlə alınmışdı, dərhal başlamaq lazımdır. Rəqib mövqeyinə çəkilmədən. İndi Anar Sozunala sürətlidir. Taliyə qarşısını kəsdi. Demək olar ki, müdafiənin onurğasının əsas hissəsini Taliyə təşkil edir. Qapı qarşısını ötürmə. Məhməd çatır topa. Yan xətdən başlayacaq. Omran. Apar. İndi əks hücum şansı. Əks həmlə. Vüqar. Hafız elə top ayağında. Ülvi. Zülfikar sonra hazırlaş. Tahta çıkarsın sonra. Vüqar. Devam. Değişirim. Akşin ötürməsi bir Anar. Devam. Sağ. Kullanma. Qapıya zərbə. Samir ataktan sonra değişir. Vüqar imkan vermədi. Atak sonra kim değişir? Gel topa. Zamin saçına doğru ötürməz Zülfikar. Anar qarşısını kəsir. Samir git yanına da git bas sen. 2 nəfər var əhatəsindən. İndi Məhməd. Zafer'de oynayın da ne dersin sürücüden? Qapıya zərbə və gol! Məhməd itiyor bucaq altından. Topu qapıya yolluyor. Hesab bərabərləşir. Oyun qaldığı yerdən davam edir. Oyunun bitməyinə son 4 dəqiqə qalıb. Zaur. Rəqib azlıqda oynuyor. 5 seferlik. Zami sen de kömeyle. İndi Məhəmməd. Devam. Zaur. Qapıya zərbə. Təhlükəli alınmışdı. Tali. Real doğru ötürmə. Zaur qarşıladı yan xətdən. Topu Gənclik komandası başlamalıdır. Qapıdan zərbə olacaq. Oyun qaldığı yerdən davam edir. Time-out yekunlaşıb. İndi Rəval. Anar. Fərnadəsindən çıxdı. Ülvi. Ötürməsini verdi. Zaminin zərbəsi və gol! Hesab 9-8 olur. Gənclik komandası hesabda önə keçir. Bir mübarizə izləyirik. İndi Zülfikar və gol! Bir dəqiqədə
ən az vaxtda 2 top qeydə alır Gənclik komandası. Hesab 18 olur. Gənclik komandası 10. Bulaki qız komandası 8. İndi Elvi. Elvi. Mehmet. Ötürməsi kesmədi Kamrandan. Dəral başladı indi Omran. Mehmet. Özü irəli. Çatdı topa. 2 nəfərin əhatəsində ötürməsində verdi. Anarın zərbəsi. Və qapı direği. Qapısı da vaxtında reaksiya göstərdi. Lakin qapı dirəyinə duş gəlir. Gəl doğru ötürmə. Rəvan qarşıladı indi Omra. Özü irəli. Anar. Zaur. Yaxşı çıxdı. Mövqeylə qapısı. Rəsul. Qapı qarşısına ötürmə. Kəmran qarşıladı bu dəfə. Taymat bitir. Oyun qaldığı yerdən davam edir. Zamir. Bitirdilər topu. Rəvan. Ötürmə mərkəzə Məhməd. Rəqib. Tamlıqla. Öz mövqeyinə çəkilib. Kamra. Elvi. Zülfikar. Rəvan. Fit səsləndi. Zamin. İndi Anar. Qarşı ötürmə. Rəsul başladı. İndi Daşdəmir. Yoxlama olar qapını. Qapıya zərbə. Rəsul yumruqladı topu. İndi Zülfikar. Özü irəliyir, zərbə indirdi. Əlinə toxunmuşdu top. Hücum şansı yarana bilər. Məhməd. Sol uzunaqla irəliyir. Bir qədər pauza verdi. Qarşısında talih kəsib ötürməsi. Omran. Cinayı dəyişmək olar. Rəvan. Məhməd. Anar. Ya zərbə. Rəsul. Başını dirəyə vurur. Qapı qarşıda ötürməsi. Zərbə Məhməddən. Son saniyələr. Zülfikar. İtirdi topu Daşdəmir. Rəvan. Daşdəmir. Qapıya zərbə. Hakim görüşü bitirirək. Komandaya növbəti oyunda uğurlar. Sağ olun, salamat qalın.